Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 19 iyun tarixində sertifikasiyanın qəbuluna düşən kurikulum suallarını sizlərə izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkür edirəm. Və qeyd edeyim ki, bu suallar, yəni bu sırf bu mövzulardan düşüb də eynən bu formatda olmasa belə, yəni bu mövzuları tam əhatə edən suallar şəklinə salmışam ki, orada da qəbulda qarşınıza çıxanda sizin üçün tapmaq, düşünmək, aralarından seçmək, əsas məğzi seçmək sizin üçün asan olsun. Keçək suallarımıza. Çünki necə deyim, imtahandan çıxan müəllimlər deyirlər ki, məsələn bu mövzudan bu formatda bu ifadələr düşüb, bundan belə, yəni onların hamısını tutuşdurub, uyğunlaşdırıb bu cür suallar hazırlamışam ki, hazırlayıb sizə təqdim edirəm ki, imtahanınız rahat olsun. Keçək suallara. 7-ci sinifdə müəllim yaşıl məktəb mövzusunda layihə işi təşkil etmişdir. Layihə 4 həftə davam edir və şagirdlər qruplar şəklində fəaliyyət göstərirlər. Layihənin son mərhələsində müəllim aşağıdakı məqamları müşahidə edir. Qrupun istifadə etdiyi məlumatların və materialların əhəmiyyətli hissəsi bir şagird tərəfindən hazırlanmışdır. Təqdimat planında həmin şagirdin adı əsas iştirakçılar sırasında göstərilməmişdir. Digər qrup üzvləri onun təqdimat etməsinə etiraz edərək sən yaxşı çıxış edə bilmirsən deyirlər. Şagird son günlər qrup müzakirələrində iştirak etmir. Əvvəllər fəal olduğu halda dərslərdə passivləşib, tənəffüslərdə daha çox tək qalmağa başlayıb, digər qrup üzvləri isə bunu iş bölgüsü kimi izah edir və problem olmadığını bildirirlər. Bu vəziyyətdə müəllimin ilk növbədə atmalı olduğu addım hansıdır? Qrup üzvlərini dərhal cəzalandırmaq, problemi şəxsi münasibət hesab edib müdaxilə etməmək, vəziyyəti araşdırmaq, bütün tərəfləri dinləmək və əməkdaşlıq mühitini bərpa etmək, şagirdi başqa qrupa keçirtmək, layihəni ləğv etmək. Baxın, situasiyada şagirdin qrup daxilindən kənarlaşdırılması, əməyinin lazımi şəkildə qiymətləndirilməməsi və sosial təcrid əlamətləri müşahidə olunur. Yəni, amma müəllimin əlində hələ tam sübut yoxdur ki, bunun məqsədli bullying yoxsa qrup daxili ünsiyyət problemi mövcuddur. Yəni, müəllim hələ bunu dəqiq bilmir, qəti şəkildə müəyyən eləməyibdir. Pedaqoji yanaşmaya baxaraq müəllim tələsik nəticə çıxartmamalıdır, bütün tərəfləri dinləməlidir, hadisənin səbəblərini araşdırmalıdır, şagirdin hüquqlarını və emosional rifahını qorumalıdır, qrup daxilində əməkdaşlıq və qarşılıqlı hörmət mühitini bərpa eləməlidir. İndi variantlara gəlin, baxaq. Məsələn, A bəndində nə dedik? Qrup üzvlərini dərhal cəzalandırmaq. Bu yanlışdır əlbəttə ki, araşdırma aparılmadan verilən cəza ədalət prinsipini poza bilər. Müəllim əvvəlcə faktları toplamalıdır. B-də nə dedi? Problemi şəxsi münasibət hesab edib müdaxilə etməmək. Bu da yanlışdır. Şagirdin passivləşməsi, özünə qapanması və qrupdan uzaqlaşması artıq müəllimin müdaxiləsini tələb edən siqnallardır. Burada C, vəziyyəti araşdırmaq, bütün tərəfləri dinləmək, əməkdaşlıq mühitini bərpa etmək. Bəli, bu doğru cavabdır. Bayaq vurğuladığımız kimi müəllim tələsik nəticə çıxartmamalıdır, bütün tərəfləri dinləməlidir, şagirdin hüquqi emosional rifahını qorumalıdır, vəziyyət araşdırılmalıdır. C doğrudur. D də deyir, şagirdi başqa qrupa keçirtmək. Şagirdi başqa qrupa keçirtmək də yanlışdır. Bu halda problemin səbəbi aradan qalxmır. Sadəcə şagird mühitdən uzaqlaşdırılır. Hətta şagird özünü günahkar hiss edə bilər. Yanlışdır. Layihəni ləğv etmək də yanlışdır. Bir qrup daxili problemə görə bütün təlim fəaliyyətinin dayandırılması məqsədə uyğun deyil axı. Ümumiyyətlə, əgər situasiyada konflikt varsa, bullying ehtimalı varsa, müəllim hadisənin tam şahidi deyil, onda belə deyək də, müəllim mütləq şəkildə onu araşdırmalıdır, tərəfləri dinləməlidir, səhvləri müəyyən eləməlidir və uyğun pedaqoji tədbir görməlidir. Ona görə 1 C bəndi olur. İkinci suala baxaq. 8-ci sinifdə riyaziyyat müəllimi yeni tədris vahidinə başlamağa hazırlaşır. Mövzu əvvəlki bölmələrdə öyrənilmiş anlayışlar üzərində qurulduğundan müəllim dərsə başlamazdan əvvəl şagirdlərin hazırlıq səviyyəsini müəyyən etmək qərarına gəlir. Bu məqsədlə o, şagirdlərə qısa test təqdim edir.
Kiçik qrup fəaliyyətləri təşkil edir, əvvəlki mövzularla bağlı suallar verir, bir neçə praktik məsələ həll etdirməyə çalışır, nəticələr müəllimin gözlədiyindən fərqli olur. Şagirdlərin bir hissəsi əsasında anlayışları xatırlayır, lakin tətbiq edə bilmir. Bəzi şagirdlər düsturları bilir, lakin onların mənasını izah etməkdə çətinlik çəkirlər. Sinfin təxminən yarısında əvvəlki mövzular üzrə ciddi boşluqlar aşkar edilir. Bir neçə şagird yeni mövzunu öyrənmək üçün lazım olan baza biliklərinə malik deyil. İllik plana əsasən həmin gün yeni mövzunun tədrisinə başlanmalıdır. Vaxt məhduddur və proqramın keçmə riski mövcuddur. Müəllim qarşısında seçim qalır. Bir tərəfdən proqramın vaxtında başa çatdırılması vacibdir. Digər tərəfdən isə şagirdlərin əhəmiyyətli hissəsi yeni mövzunu mənimsəmək üçün kifayət qədər hazır görünmür. Müəllim vəziyyəti nəzərə alaraq əvvəlcədən hazırladığı planı dəyişir, əlavə təkrar və möhkəmləndirmə dərsləri təşkil edir. Yalnız bundan sonra yeni mövzunun tədrisinə başlayır. Müəllimin bu qərarının əsasını hansı qiymətləndirmə təşkil edir? Ümumiyyətlə, burada əsas məqam yeni mövzuya başlamazdan əvvəl ifadəsidir. Yəni, müəllim şagirdlərin mövcud bilik səviyyəsini öyrənir, hazırlıq vəziyyətini müəyyən edir, çatışmazlıqları aşkar edir, tədris planının əldə etdiyi nəticələr uyğun dəyişir. Yəni, bu xüsusiyyətlər diaqnostik qiymətləndirmənin əsas funksiyalarıdır. Diaqnostik qiymətləndirmə təlimdən əvvəl aparılır, mövcud vəziyyəti müəyyən edir, təlimin planlaşdırılmasına kömək eləyir, şagirdlərin ehtiyaclarını üzə çıxarır. Bu da diaqnostik qiymətləndirmədə yer alır. Cavab ona görə A doğrudur. Yəni, müəllim yeni mövzuya başlamazdan əvvəl ilkin səviyyəni müəyyən edir və təlimi buna uyğun qurur. Formativ qiymətləndirmə olmaz. Çünki formativ qiymətləndirmə təlim prosesi zaman aparılır və əsas məqsədi şagirdin inkişafını izləmək, ona geri dönüş etməkdir. Burada isə müəllim hələ yeni mövzuya başlamayıb axı. Summativ qiymətləndirmə də olmaz, çünki mövzu və ya bölmə bitəndən sonra nəticələri yekunlaşdırmaq üçün summativ qiymətləndirmədən istifadə olunur. Situasiyada yekun nəticədən söhbət getmir. Özünü qiymətləndirmə də olmaz, çünki şagirdlərin öz fəaliyyətlərini qiymətləndirməsilə bağlı heç bir məlumat yoxdur. Qarşılıqlı qiymətləndirmə də olmaz, çünki şagirdlərin bir-birinin fəaliyyətinin qiymətləndirməsi müşahidə olunmur. Mövzuya başlamazdan əvvəl sözü var, ilkin bilikləri müəyyən etmək, hazırki vəziyyəti, səviyyəni öyrənmək, boşluqları aşkar etmək, təlimi planlaşdırmaq, plan dəyişmək, bunlar hamısı diaqnostik qiymətləndirmədə yer alır. Cavabımız A bəndi. 3-cü sual. Coğrafiya müəllimi 8-ci sinifdə qlobal su qıtlığı və onun gələcək təsirləri mövzusunu tədris edir. Dərsin sonunda müəllim şagirdlərə adi sual-cavab tapşırığı vermək əvəzinə daha mürəkkəb fəaliyyət hazırlayır. Tapşırıq aşağıdakı mərhələlərdən ibarətdir. Dünyada və Azərbaycanda su qıtlığının yaranma səbəblərini araşdırın. İqlim dəyişmələri, əhalinin artımı və su ehtiyatlarının düzgün idarə olunmaması kimi amillərin təsirini müəyyənləşdirin. Problemin kənd təsərrüfatına, iqtisadiyyata və insan sağlamlığına təsirlərini izah edin. Müxtəlif ölkələrin bu problemlə mübarizə təcrübələrini öyrənin. Mövcud həll yollarının üstün və zəif tərəflərini müqayisə edin. Nəhayət öz regionunuz üçün su qıtlığının azaldılmasına yönəlmiş yeni və orijinal fəaliyyət modeli hazırlayın və onu sinifdə təqdim edin. Müəllim tapşırığın qiymətləndirməsi zamanı xüsusilə şagirdlərin təqdim etdikləri yeni həll modelinə diqqət yetirəcəyini bildirir. Bu tapşırıqda ən yüksək idraki mərhələ hansıdır? Belə baxaq. Xatırlamaqda biz bilirik ki, yəni bu tapşırıqda bir neçə idraki mərhələ ola bilər. İndi gəlin bir baxaq. Xatırlamaq biz bilirik ki, şagirdlər su qıtlığı ilə bağlı faktları və anlayışları yada salırlar. Anlamaqda bilirik ki, onların səbəbləri və nəticələrini izah edirlər. Təhlildə bilirik ki, su qıtlığının yaranmasına təsir edən amilləri araşdırır, əlaqələri müəyyən edirlər. Qiymətləndirmədə bilirik ki, mövcud həll yollarının üstün və zəif tərəflərini müqayisə edirlər. Yaratmaqda da bilirik ki, şagirdlərdən tamamilə yeni bir model hazırlamaları tələb olunur. Yəni, Bloom taksonomiyasına görə tapşırıqda bir neçə mərhələ iştirak etdikdə ən yüksək mərhələ əsas götürülür. Bu situasiyada şagirdlər yeni ideya irəli sürürlər, yeni fəaliyyət planı hazırlayırlar. Mövcud məlumatlardan istifadə edərək orijinal məhsul yaradırlar.
Bu da yaratmaq mərhələsinin əsas göstəriciləridir. Deməli, xatırlamaq niyə olmaz? Şagird yalnız məlumatı yada salmır, ondan daha mürəkkəb fəaliyyət həyata keçirir. Anlamaq niyə olmaz? Səbəbləri və nəticələri izah etmək var, amma tapşırıq bununla bitmir. Tətbiq etmək var, bəli var, amma niyə olmaz? Bilikdən istifadə edilir, lakin son nəticə yeni məhsul yaratmaqdır. Təhlil etmək, bunu da götürmürük. Amillər təhlil olunur, düzdür. Lakin şagirdlər bunun üzərində dayanmayaraq yeni model qururlar. Yəni, yeni model qurulmasaydı təhlil götürərdim. Təhlil olmasaydı tətbiq götürərdim. Yəni, ən yüksək yaratmaqdır. Əgər sualda hansı ifadələr varsa biz yaratmaq götürə bilərik. Yeni layihə hazırlamaq, yeni model qurmaq, yeni həll yolu təklif etmək, plan hazırlamaq, məhsul yaratmaq, dizayn etmək. Yəni bunlar hamısı yaratmaqla bağlıdır. Araşdırmaq, müqayisə etmək, qiymətləndirmək, yeni model hazırlamaq bərabərdir yaratmağa. Ona görə cavabım Y bəndidir. 4-cü sualda. 8-ci sinifdə son həftələrdə iki şagird arasında münasibətlərin gərginləşdiyi müşahidə olunur. Əvvəllər eyni qrupda çalışan və dost münasibətdə olan bu şagirdlər artıq bir-biri ilə danışmır. Qrup fəaliyyətlərində əməkdaşlıq etməkdən imtina edirlər. Bir gün dərs zamanı mübahisə daha da kəskinləşir və müəllim müdaxilə etmək məcburiyyətində qalır. Araşdırma zamanı aşağıdakı məqamlar ortaya çıxır. Münaqişənin təxminən 3 həftə əvvəl başladığı məlum olur. Şagirdlərdən biri digərinin onun haqqında yanlış məlumat yaydığını iddia edir. Digər şagird isə əksinə özünün haqsız yerə itham olunduğunu bildirir. Sinif yoldaşlarının verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Bəzi şagirdlər bir tərəfi, digərləri isə əks tərəfi müdafiə edir. Hadisələrin böyük hissəsi tənəffüslərdə və sosial şəbəkələrdə baş verdiyi üçün müəllim onların şahidi olmayıb. Hər iki şagird emosional vəziyyətdədir və özünü haqlı hesab edir. Münaqişə artıq sinifdə ümumi psixoloji mühitdə də mənfi təsir göstərməyə başlayıb. Belə bir vəziyyətdə müəllimin ən peşəkar addımı hansı olmalıdır? Ümumiyyətlə, adı deyil, sinif rəhbərinin fikri ilə, variantları oxuyaq sonra qərar verək. Sinif rəhbərinin fikri ilə qərar vermək, faktları toplamaq və bütün tərəfləri dinləmək. Daha nüfuzlu şagirdin dediyinə inanmaq, hər iki şagirdi eyni cəza ilə cəzalandırmaq, mübahisəni görməzlikdən gəlmək. Burada doğru cavab B idi, faktları toplamaq və bütün tərəfləri dinləmək. Ümumiyyətlə, bu situasiyada müəllim hadisənin şahidi olmayıb. Buna görə də o kimin haqlı, kimin haqsız olduğunu dəqiq bilmir. Hadisə haqqında məlumatları yalnız tərəflərin və şahidlərin ifadələrindən əldə edir. Müxtəlif mənbələrdən fərqli məlumatlar gəlir. Yəni, emosional vəziyyət obyektiv qərar verməyi çətinləşdirir. Belə hallarda pedaqoji və etik baxımdan ən düzgün addım faktları araşdırmaq, tərəfləri ayrı-ayrılıqda dinləmək, şahidlərin fikirlərini öyrənmək, tələsik nəticə çıxartmamaq, obyektiv qərar verməkdir. Bu yanaşma həm ədalət prinsipinə, həm də effektiv sinif idarə etməsinə uyğundur. Niyə digər variantlar olmalı? Gəl baxaq. Sinif rəhbərinin fikri ilə qərar vermək. Sinif rəhbərinin məlumatı faydalı ola bilər, lakin yalnız onun fikrinə əsasən qərar vermək obyektiv yanaşma deyil axı. C-də deyir, daha nüfuzlu şagirdin dediyini inanmaq. Nüfuz və populyarlıq həqiqətin göstəricisi deyil. Müəllim tərəfsiz olmalıdır. D-də deyir, hər iki şagird eyni cəza ilə cəzalandırmaq. Bu çox yayılmış, lakin səhv yanaşmadır. Araşdırma aparılmadan verilən cəza ədalətsizlik yarada bilər. Günahsız şagirdin hüququnu poza bilər. Münaqişəni daha da dərinləşdirə bilər. Mübahisəni görməzlikdən gəlməkdə isə müəllimin müdaxilə eləməməsi konfliktin böyüməsinə, bullying riskinin artmasına, sinif mühitinin pozulmasına səbəb ola bilər. Əgər bizim sualda münaqişə var, müəllim hadisənin şahidi deyilsə, faktlar ziddiyyətlidirsə, hər iki tərəf özünü haqlı hesab edirsə, şahid ifadələr fərqlidirsə, onda ən doğru cavab elə faktları toplamaq, tərəfləri dinləmək, səbəbləri araşdırmaq, obyektiv qərar verməkdir. Yadda saxlayın ki, konflikt, müəllim şahid deyilsə, məlumatlar ziddiyyətlidirsə, bunları araşdırmaq, dinləmək və sonda qərar verməklə bitməlidir. Ona görə doğru cavabımız B bəndi olmuş olur. Keçək 5-ci sualımıza. Təbiət fənnini
Tədris edən müəllim alternativ enerji mənbələri mövzusunu keçdikdən sonra şagirdlərə adi test vermək əvəzinə onları real həyat probleminin həllinə cəlb etmək qərarına gəlir. Müəllim şagirdlərə belə bir situasiya təqdim edir. Bir kənd yaşayış məntəqəsində enerji çatışmazlığı problemi yaranmışdır. Yerli idarə etmə qurumu kənd üçün ən uyğun enerji mənbəyini seçmək istəyir. Bunun üçün sizdən ekspert qrupu kimi rəy hazırlamanız tələb olunur. Şagirdlərə aşağıdakı məlumatlar təqdim edilir. Günəş enerjisi. Ekoloji cəhətdən təmizdir, lakin ilkin quruluş xərci yüksəkdir. Külək enerjisi bərpa olunan mənbədir, lakin hava şəraitindən asılıdır. Hidroenerji sabit enerji təmin edə bilir, lakin ekosistemə müəyyən təsirləri mümkündür. Müəllim şagirdlərdən tələb edir ki, hər enerji mənbəyinin üstünlüklərini və çatışmazlıqlarını müqayisə etsinlər. Mümkün riskləri müəyyənləşdirsinlər, iqtisadi və ekoloji nəticələri nəzərə alsınlar, ən məqsədə uyğun variantı seçsinlər, seçimlərini faktlarla əsaslandırsınlar. Bu fəaliyyət əsasən hansı idraki mərhələyə uyğundur? Əlbəttə ki, qiymətləndirmək. Yəni, bu sualda ən çox çaşdıran məqam ondan ibarətdir ki, tapşırıqda həm təhlil var, həm də qiymətləndirmə. Şagirdlər enerji mənbələrini müqayisə edir, riskləri müəyyənləşdirirsə, bu isə təhlil etmə mərhələsinə aiddir. Amma tapşırıq bununla bitmir. Şagirdlərdən ən uyğun variantı seçmək deyilir. Ən uyğun variant da təhlilə aiddir ən çox. Amma seçimin səbəblərini əsaslandır deyil. Müəyyən meyarlara görə qərar vermək tələb olunur. Bu da qiymətləndirmə mərhələsindədir. Niyə deyil? Çünki bir çox müəllim və namizəd ümumiyyətlə bu tip suallarda təhlil etmə cavabını seçir. Çünki müqayisə etmək, fərqləndirmək, riskləri müəyyən etmək təhlil mərhələsinin göstəriciləridir. Amma yenə deyirəm, burada son mərhələ daha yüksəkdir. Ən məqsədə uyğun variantı seçin və əsaslandırın. Eləcə, ən məqsədə uyğun variantı seçin desə təhlil götürərdim. Amma əsaslandırın deyirsə, meyarlar əsasında seçim etmək deyirsə, qərar vermək deyirsə, artıq bu qiymətləndirmək, dəyərləndirməkdir. Deməli, xatırlamaq niyə olmaz? Şagird yalnız məlumatı yada salmır. Anlamaq niyə olmaz? Çünki şagird sadəcə izah etmir və mənalandırmır. Təhlil niyə olmaz? Çünki tapşırıqda təhlil var, amma son nəticə seçim və qərar verməkdir. Yaratmaq niyə olmaz? Şagird yeni enerji modeli və yeni layihə hazırlamır. Yeni məhsul, yeni ideya və yeni həll yolu yaratmadığı üçün yaratmaq deyil. Ümumiyyətlə, əgər sualımızda ən uyğun həlli müəyyən elə, ən yaxşı variantı seç, meyarlar əsasında qərar ver, seçimlə əsaslandır. Bunlar hamısı dəyərləndirməyə aiddir, qiymətləndirməyə aiddir. Çünki yadda saxlayın ki, müqayisə etmək təhlildədirsə, müqayisə edib seçmək və əsaslandırmaq qiymətləndirmədədir. Ona görə cavabım D bəndə o olur. Keçək 6-cı suala. 7-ci sinifdə oxuyan bir şagird son aylarda əvvəlki davranışlardan fərqli hərəkət etməyə başlayıb. Müəllim müşahidə edir ki, şagird əvvəlki kimi dərsdə fəal iştirak etmir. Tənəffüslərdə əsasən tək qalmağa üstünlük verir. Qrup işləri zamanı bəzi şagirdlər onun komandalarını qəbul etmək istəmirlər. Sinifdə cavab verərkən bir neçə şagird onun nitqi və səhvləri ilə bağlı istehsalı ifadələr işlədir. Sosial şəbəkələrdə onun şəkilləri və paylaşımları altında alçaldıcı şərhlər yazılır. Bəzən ona müxtəlif ləqəblər qoyulur. Bu davranışlar bir neçə ay ərzində təkrar baş verir. Şagirdlər vəziyyətdən narahat olsa da açıq şəkildə şikayət etməyə çəkinir. Valideynləri son vaxtlar onun məktəbə getmək istəmədiyini bildirirlər. Bu situasiya daha çox hansı anlayış ifadə edir? Baxın, qəbulda məsələn buradan 1-2 cümlə düşür ki, uşağa ləqəb qoyurlar. Uşaq məktəbə getmək istəmir. Ancaq mən bunu bir neçə punktlar şəklində yazmışam ki, yəni bir dənə soruşulmaya bilər. Başqa hissələrdə soruşula bilər. Ona görə belə geniş şəkildə hazır eləmişəm ki, rahat olsun sizdə. Amma yəni yenə deyirəm ki, sual məğzi eynidir. Sadəcə mən biraz geniş şəkildə verirəm. Burada cavabımız bullyingdir. Niyə? Çünki situasiyada təsvir olunan davranışlar bullyingin əsas əlamətlərini əks elətdirir. Bullying nədir? Qəsdən edilən mənfi davranış, müəyyən müddət ərzində təkrarlanma, yəni bu mənfi davranışın fiziki, psixoloji, sosial və ya kiber formada həyata keçirilən bir psixoloji təzyiqdir. Zərər çəkən şagird özünü müdafiə etməkdə çətinlik çəkir. Ümumiyyətlə bu situasiyada şagirdə ləqəb qoyulur, davamlı şəkildə lağa qoyulur. Sosial şəbəkələrdə təhqir olunur, yəni kiberbullying. Qrup fəaliyyətlərindən kənarlaşdırılır, yəni sosial bullying. Hadisələr uzun müddət davam edir. Bu səbəbdən situasiya bullyingi xarakterizə edilir. Niyə konflikt deyil, B bəndi deyil? Çünki bu sualda ən çox çaşdıran
Variant elə B bəndi konfliktdir. Ümumiyyətlə konflikt zamanı tərəflər adətən bərabər mövqedə olurlar. Qarşılıqlı fikir ayrılığı və ya mübahisə yaşanır. Hər iki tərəf aktiv iştirak edir. Amma bullyingdə güc balansı pozulur. Bir tərəf davamlı şəkildə hədəf seçilir, digər tərəf zəif qalır. Hadisələr təkrarlanır. Burada təsvir olunan ümumiyyətlə vəziyyət adi bir mübahisə hesab olunur. Bəs niyə rəqabətçi deyil? Çünki rəqabət məqsədə çatmaq üçün yarışma şəraitidir. Qarşı tərəfə alçatmaq məqsədi daşımır. Mənfi münasibət məcburi deyil. Situasiyada isə məqsəd rəqabət deyil, təhqir və təcrid etmədir. Bəs niyə D bəndi motivasiya çatışmazlığı deyil? Çünki şagirdin motivasiyasının azalması müşahidə olunur, lakin bu problemin səbəbidir, özü deyil. Motivasiya etkisi bullyingin nəticəsi kimi yaranıbdır. Bəs Y bəndi niyə deyil? Yəni adaptasiya problemi. Çünki adaptasiya problemi adətən yeni mühitə uyğunlaşmaqda çətinliklə bağlı olur. Situasiyada əsas problem şagirdin uyğunlaşa bilməməsi deyil, ona qarşı sistemli mənfi münasibətin göstərilməsidir. Ümumiyyətlə yadda saxlayın ki, davamlı lağa qoymaq, ləqəb qoymaq, sosial şəbəkədə məsxərəyə qoymaq, təkrar olunan psixoloji təzyiq, şagirdin özünə qapanması, bunlar hamısı bullyingdir. Konflikt iki tərəf arasında eyni müstəvidə mübahisədir. Bullying isə bir tərəfə qarşı davamlı, bir tərəfin güclü, bir tərəfin zəif qaldığı məqsədli təzyiqdir. Cavab ona görə A bəndi bullying olur. 7-ci suala baxaq. Yeni tədris ilinin başlanğıcında müəllim qarşıdakı aylar ərzində təlim prosesinin daha sistemli və məqsədyönlü təşkil olunması üçün hazırlıq işləri aparır. O, kurikulum sənədlərini və fən proqramını nəzərdən keçirərək aşağıdakı məsələləri müəyyənləşdirir. Tədris ili ərzində keçiriləcək bütün mövzuları ardıcıllıqla sıralayır. Hər bölmə və mövzu üçün ayrılacaq dərs saatlarını hesablayır. Mövsümi tətil və qeyri-iş günlərini nəzərə alır. Kiçik summativ və böyük summativ qiymətləndirmələrinin keçiriləcəyi vaxtları planlaşdırır. Mövzular arasında məntiqi keçidlərin qorunmasına diqqət yetirir. Tədris ilinin sonunda bütün məzmun standartlarının əhatə olunmasını təmin etməyə çalışır. Hələ konkret bir dərsin gedişini və fəaliyyətini planlaşdırmır. Müəllimin həyata keçirdiyi bu fəaliyyət hansı planlaşdırma növünə aiddir? Əlbəttə ki, illik. Çünki bu situasiyada müəllim bütün tədris ilini nəzərə alır. Mövzuların ardıcıllığını müəyyən edir. Saat bölgüsü aparır. Qiymətləndirmələrin vaxtını planlaşdırır. Tədris ilinin ümumi xəritəsini hazırlayır. Yəni bunlar hamısı illik planlaşdırmada yer alır. İllik planlaşdırmada müəllim tədris materialını sistemli şəkildə bölüşdürür, vaxtdan səmərəli istifadə edir, kurikulum tələblərini tam yerinə yetirir, qiymətləndirmələri əvvəlcədən planlaşdırmağa imkan verir. Niyə gündəlik planlaşdırma olmaz? Çünki gündəlik plan bir dərs üçün hazırlanır. Onda yalnız məqsəd, təlim fəaliyyəti, resurs, qiymətləndirmə üsulları olur. Amma bu situasiyada söhbət bir dərsdən deyil, axı bütün tədris ilinə gedir. Cari plan niyə olmaz? Çünki cari plan adətən qısa müddətdə planlaşdırmanı əhatə edir və konkret mövzu və ya bölmə üzrə hazırlanır. Burada isə bütün ilin planlaşdırması təsvir olunur. Fəaliyyət planında niyə olmaz? Çünki fəaliyyət planı konkret tədbir, layihə və ya fəaliyyət üçün hazırlanır. Bu situasiyada belə bir məqsəd yoxdur. Refleksiya planı niyə olmaz? Çünki refleksiya planı tədris prosesindən sonra aparılan təhlil və özünü qiymətləndirmə ilə bağlıdır. Situasiyada isə tədris ilinin əvvəlindən söhbət gedir. Yadda saxlayın ki, mövzuların ardıcılığı, saat bölgüsü, tədris ili, bölmələrin yerləşdirilməsi, kiçik və böyük summativlərin vaxtı, tədris fəaliyyətlərinin planlaşdırılması, bunlar hamısı illik planda olur. Bütün il illik planlaşdırmada olur, bir dərs gündəlik planlaşdırmada olur. Cavabımız burada oldu C bəndi. 8-ci suala baxırıq. 8-ci sinifdə müəllim şəhərsalma, şəhərləşmə və nəqliyyat problemləri mövzusunu tədris edəndən sonra şagirdlərin yalnız mövzunu nə dərəcədə başa düşdüklərini deyil, həm də əldə etdikləri biliklərdən istifadə edərək yeni ideya ortaya qoya bilmələrini yoxlamaq istəyir. Bu məqsədlə o, şagirdlərə aşağıdakı situasiyanı təqdim edir. Təsəvvür edin ki, siz böyük bir şəhər merisiniz. Son illərdə şəhərdə nəqliyyat sıxlığı artıb. Tıxaclar gündəlik həyata ciddi təsir göstərir. İctimai nəqliyyatdan istifadə azalıb, hava çirkliyi yüksəlib və sakinlər vəziyyətdən narazıdırlar. Müəllim şagirdlərdən tələb edir ki, problemin əsas səbəblərini müəyyən etsinlər. Mövcud nəqliyyat sisteminin çatışmazlıqlarını araşdırsınlar. Dünyanın müxtəlif şəhərlərində tətbiq olunan uğurlu təcrübələri öyrənsinlər. Şəhərdə nəqliyyat yaxşılaşdırılması üçün
yeni təkliflər irəli sürsünlər, öz layihələrini hazırlayıb təqdim etsinlər, layihələrin necə işləyəcəyini əsaslandırsınlar. Bu tapşırıq hansı mərhələyə aiddir? Əlbəttə ki, yaratmaq. Niyə? Çünki bu sualda şagirdlər müxtəlif idrak fəaliyyətlərini həyata keçirir. Problem araşdırır, yəni təhlil etmə var. Mövcud vəziyyəti izah edir, yəni anlamaq var. Öyrəndikləri biliklərdən istifadə edir. Bu tətbiqdir, tətbiq var. Amma tapşırığın son və əsas hissəsi nədir? Yeni layihə hazırlamaq, yeni həll yolu təklif etmək, orijinal ideya yaratmaq. Bloom taksonomiyasına görə yeni məhsul, yeni layihə, model və ya həll yolu hazırlamaq yaratma mərhələsində olur. Niyə anlamaq olmaz? Çünki şagird sadəcə izah eləmir, yeni layihə hazırlayır. Niyə təhlil etmək olmaz? Çünki problemin səbəblərini araşdırmaq təhlildir, amma tapşırıq bununla bitmir. Qiymətləndirmədə alternativlər arasında seçim edilir. Amma burada yeni ideya yaradılır. Ona görə qiymətləndirmə də deyil. Tətbiq etmək də olmaz. Çünki şagird bilik istifadə edir, lakin istifadə etməklə yanaşı yeni məhsul da ortaya qoyur. Yeni layihə hazırlamaq, yeni model qurmaq, həll yolu, plan hazırlamaq, dizayn etmək, strategiya yaratmaq, hamısı yaratmaq mərhələsindədir. Ümumiyyətlə, əgər siz olsaydınız, problemi necə həll edərdiniz? Bu tip sözlər görəndə bilin ki, yaratmaqdır. Layihə hazırlamaq həmişə yaratmaqdır. Ona görə cavabım B bəndi olur. 9-cu suala baxaq. Gənc müəllim yeni tədris ilinə başladıqdan sonra ilk dərs üçün plan hazırlayır. Təcrübəli həmkar ona bildirir ki, effektiv dərs üçün gündəlik planlaşdırma vacibdir və plan aşağıdakı komponentləri əhatə etməlidir. Müəllim hazırladığı planda dərsin məqsədlərini müəyyənləşdirir. İstifadə edəcəyi dərslik, təqdimat və video və iş vərəqlərini qeyd edir. Şagirdlərin yerinə yetirəcəyi fərdi və qrup fəaliyyətlərini planlaşdırır. Dərsin sonunda istifadə olunacaq qiymətləndirmə üsullarını seçir. Eyni zamanda bütün tədris il ərzində keçəcəyi mövzuların ardıcıllığını və saat bölgüsündə həmin plana əlavə etmək istəyir. Təcrübəli müəllim onu bildirir ki, hazırladığı elementlərdən biri gündəlik planlaşdırmaya deyil, daha geniş planlaşdırma səviyyəsinə aiddir. Aşağıdakılardan hansı gündəlik planlaşdırmaya aid deyil. Burada cavabımız tədris vahidlərinin illik ardıcılığı Y bəndidir. Niyə? Çünki gündəlik planlaşdırma bir dərsin necə keçiriləcəyini göstərir. Orada dərsin məqsədi, istifadə olunacaq resurslar, təlim fəaliyyətləri, qiymətləndirmə üsulları, vaxtın bölgüsü olur. Lakin tədris vahidlərinin illik ardıcılığı bir dərslə deyil, bütün tədris ili ilə bağlıdır və illik planlaşdırmanın tərkib hissəsidir. Deməli, məqsədlər niyə aiddir? Çünki hər dərsin konkret məqsədi olur. Resurs niyə aiddir? Çünki dərsdə istifadə ediləcək materiallar gündəlik planda göstərilir. Fəaliyyət niyə olar? Çünki şagirdlərin yerinə yetirəcəyi fəaliyyətlər gündəlik planın əsas hissəsidir. Qiymətləndirmə üsulları niyə olar? Çünki dərsin sonunda şagird nailiyyətlərinin necə yoxlanılacağı gündəlik planda əks olunur. Ümumiyyətlə, gündəlik planda məqsəd, fəaliyyət, resurs, qiymətləndirmə, vaxt bölgüsü yer alır və illik planlaşdırmada mövzuların ardıcıllığı, tədris vahidi, sonra saat bölgüsü, kiçik və böyük summativlərin vaxtı, tədrisin ümumi planı yer alır. Yəni, bir dərs gündəlik planı əhatə edirsə, bütün il illik planlaşdırmanı əhatə edir. Burada cavabımız tədris vahidlərinin illik ardıcıllığıdır. Bu, gündəlik planlaşdırmaya aid deyil, illik planlaşdırmaya aiddir. Cavabımız Y bəndi olur. 10-cu sual. 7-ci sinifdə Azərbaycan dili müəllimi tədris il ərzində şagirdlərin inkişafını izləmək üçün müxtəlif üsullardan istifadə edir. O, yalnız mövzu sonunda nəticələri yoxlamaqla kifayətlənmir. Dərs prosesinin özündə də şagirdlərin fəaliyyətinə xüsusi diqqət yetirir. Müəllim hər dərsdə şagirdlərin cavablarını diqqətlə dinləyir. Qrup işlərində onların inkişaf səviyyəsini müşahidə edir. Tapşırıqlar zamanı buraxılan səhvləri müəyyənləşdirir. Şagirdləri güclü və zəif tərəflər haqqında rəy verir. Nəyə düzgün etdi, nəyə daha yaxşı edə bilərsən kimi suallar vasitəsilə onları düşünməyə təşviq edir. Növbəti dərslərdə hansı fəaliyyətlərin təşkil olunacağını bu müşahidələrə əsasən planlaşdırır. Məqsədi şagirdə qiymət verməkdən daha çox onun inkişafına dəstək olmaqdır. Bu yanaşma daha çox hansı qiymətləndirmənin xüsusiyyətidir? Əlbəttə ki, formativin. Çünki bu situasiyada diqqət edilməli əsas məqamlar hansılardır? Müəllim hər dərsdə müşahidə aparır. Şagirdlərə rəy verir, yəni geri dönüş edir. Nəticələrə əsasən növbəti addımları müəyyənləşdirir. Məqsəd şagirdi inkişaf etdirməkdir. Yəni, bu xüsusiyyətlər formativ qiymətləndirmənin əsas əlamətləridir. Formativ qiymətləndirmə təlim prosesi zamanı aparılır.
şagirdin inkişafını izləyir, rəy verməyə xidmət eləyir, təlimin təkmilləşdirilməsinə kömək eləyir, qiymətdən çox inkişaf hədəfləyir. Ona görə cavabım formativdir. Summativ niyə olmaz? Çünki summativ qiymətləndirmə mövzu, bölmə və tədris vahidinin sonunda aparılır. Nəticəni müəyyən edir. Daha çox yekun qərar verməyə xidmət eləyir. Situasiyada isə davamlı müşahidə və rəydən söhbət gedir. Diaqnostik qiymətləndirmə təlimdən əvvəl aparılır, ilkin səviyyəni müəyyən eləyir, təlim planlaşdırmağa kömək eləyir. Burada isə proses dərs boyu və davamlı şəkildə aparılır, ona görə olmaz. Yekun qiymətləndirmə təlim prosesinin sonunda həyata keçirilir. Situasiyada yekun nəticə deyil, inkişaf prosesi izlənilir, ona görə olmaz. Y-dir milli qiymətləndirmə geniş miqyaslı monitorinq məqsədi daşıyır, bunu bilirik. Yəni, müəllimin gündəlik dərs fəaliyyətindən bağlı deyil milli qiymətləndirmə. Ümumiyyətlə, müşahidə etmək, rəy vermək, inkişaf izləmək, növbəti addımları müəyyən eləmək, təlim prosesində düzəlişlərin olması bunları formativə aiddir. Diaqnostik qiymətləndirmə təlimdən əvvəl aparılır. Formativ qiymətləndirmə təlim zamanı aparılır. Summativ qiymətləndirmə təlimdən sonra aparılır. Ona görə də cavabım formativ olur. Keçdik 11-ci suala. Deməli 10D oldu. 11-də nə deyim? Tarix müəllimi şagirdlərdə tənqidi düşünmə bacarığını inkişaf etdirmək məqsədi ilə adi sual-cavab üsulundan fərqli olaraq araşdırma əsaslı fəaliyyət təşkil edir. Müəllim eyni tarixi hadisə haqqında 3 fərqli mənbə təqdim edir. Birinci mənbə hadisəni müsbət qiymətləndirir. İkinci mənbə həmin hadisənin mənfi nəticələrini vurğulayır. Üçüncü mənbə isə daha neytral mövqe nümayiş etdirir. Müəllim şagirdlərdən tələb edir ki, mənbələrdəki məlumatları diqqətlə oxusunlar, fakt və fikirləri bir-birindən fərqləndirsinlər, mənbələr əsasında oxşar və fərqli cəhətləri müəyyən etsinlər, uyğunsuzluqları, ziddiyyətləri aşkar etsinlər, müəlliflərin mövqelərini təhlil etsinlər, sonda isə hansı mənbənin daha etibarlı olduğunu müəyyən edib seçimlərini əsaslandırsınlar. Bu tapşırıqda üstünlük təşkil edən yəni taksonomiya mərhələsi hansıdır? Əlbəttə ki, qiymətləndirmə. Yəni bu sualın çətin tərəfi nədir? Tapşırıqda həm təhlil var, həm də qiymətləndirmə. Şagirdlər mənbələri müqayisə edirlər, uyğunsuzluğu müəyyən edirlər, müəllif mövqelərini araşdırırlar. Bu hissələr təhlil etmə mərhələsinə aiddir. Amma tapşırıq bununla bitmir. Şagirdlərdən ən etibarlı mənbənin seçimini əsaslandır tələb olunur. Meyarlar əsasında seçim etməyə, qərar verməyə, həmin qərarı müdafiə etmək qiymətləndirmə mərhələsinə aiddir. Niyə təhlil etmək olmur? Çünki müqayisə etmək, fərqləri müəyyən etmək, uyğunsuzluqları tapmaq, bunlar təhlilin göstəriciləridir. Ancaq sualda son nəticə olaraq şagirddən ən etibarlı mənbəni soruşur və əsaslandırmanı istəyir. Ona görə burada cavabım qiymətləndirmək, dəyərləndirməkdir. Şagird sadəcə məlumatı yada salmır, ona görə xatırlamaqda deyil. Şagird yalnız izah etmir və ya şərh vermir, ona görə anlamaqda deyil. Şagird hazır bilik konkret vəziyyətə tətbiq etmir, ona görə tətbiqdə deyil. Tapşırıqda təhlil var, amma əsas məqsəd qərar verməkdir. Ona görə cavabım təhlil olmur. Ən etibarlı mənbəni müəyyən edirəm, hansı mövqe daha əsaslıdır, meyarlar əsasında qərar vermək. Baxın, eləcə daha ən sözü görəndə təhlildir. Amma daha ənin yanında əsaslandırma, mövqe göstərmək bu artıq dəyərləndirmədir, qiymətləndirmədir. Eləcə sadə müqayisə anlamaqdır. Biraz daha dolğu müqayisə təhlildir, amma müqayisə etmək, seçim əsaslandırmaq bu qiymətləndirmədə dəyərləndirmə mərhələsindədir. Ona görə cavabım Y bəndə olmuş olur. 12-ci suala baxırıq. Müəllim dərsdə şagirdlərə belə bir araşdırma tapşırığı verir. Son illərdə elektrik avtomobillərin istifadəsi sürətlə artır. Bəziləri ətraf mühit üçün çox faydalı olduğunu düşünür, digərləri isə batareyaların istehsalı və utilizasiyasından bağlı müəyyən risklərin olduğunu bildirirlər. Siz bu məsələni müxtəlif istiqamətlərdən araşdıraraq nəticə hazırlayın. Tapşırığın yerinə yetirilməsi zamanı şagirdlər elektrik avtomobillərinin havanın çirklənməsinə təsirini araşdırırlar. İnsan sağlamlığı üçün müsbət və mənfi tərəfləri müəyyənləşdirirlər. Karbon emissiyalarının azalmasını öyrənirlər. Batareyaların tərkibində istifadə olunan maddələrin ekoloji təsirini araşdırırlar. Müxtəlif ölkələrdə elektrik avtomobillərinin yayılma xəritələrini təhlil edirlər. Enerjinin yaranması və istifadəsi ilə bağlı fiziki qanunlardan istifadə edirlər. Bu zaman şagirdlər biologiya biliklərindən, fizika biliklərindən və coğrafiya biliklərindən eyni tapşırıq daxilində istifadə edirlər. Bu hansı inteqrasiya
növüdür. Yəni bu sual durub dil ədəbiyyatı, tarixə düşə bilməz. Çünki burada biologiya, fizika, coğrafiya var. Onlara düşə bilər. Burada cavabım fənlər arasıdır. Niyə? Çünki bu situasiyada bir problemin həlli üçün bir neçə fərqli fənnin bilik və bacarıqlarından istifadə olunur. Şagirdlər biologiyadan, yəni insan sağlamlığı və ekoloji təsirlərindən istifadə edirlər. Fizikadan enerji və elektrik prinsiplərindən, coğrafiyadan, yəni ətraf mühit və regional yayılma xüsusiyyətlərini eyni mövzu ətrafında birləşdirirlər. Bu da fənlərarası inteqrasiyanın əsas xüsusiyyətləridir. Fənlərarası inteqrasiya zamanı müxtəlif fənlərin məzmunu əlaqələnir. Bir problemin həlli üçün bir neçə fəndən istifadə olunur. Şagird mövzunu müxtəlif baxış bucaqlarından öyrənir. Fəndaxili niyə olmaz? Çünki fəndaxili inteqrasiyada əlaqə eyni fənnin daxilində qurulur. Məsələn, coğrafiyada iqlim və su ehtiyatları mövzularının əlaqələndirilməsi, Azərbaycan dilində oxu və yazı bacarıqlarının birlikdə tətbiqi, yəni bu bir neçə bir fənnin içində, fənnin öz içində olan əlaqədir. Şagird inteqrasiya siniflər arasında reallaşır. Burada elə bir məqam yoxdur. Mövzu daxili inteqrasiya eyni mövzu daxilində müxtəlif anlayışların əlaqələndirilməsidir. Burada əsas vurğu müxtəlif fənlərə yönəlir. Üfüqi niyə olmaz? Çünki bəzi mənbələrdə üfüqi inteqrasiya fənlərarası inteqrasiyanın bir forması kimi izah olunsa da, qəbulda bu biologiya, fizika, coğrafiya birlikdə istifadə olunursa, bu standart cavabı fənlərarası inteqrasiya olur. Üfüqi inteqrasiya həm də belə deyək, məzmun xəttlər arasında inteqrasiyadır. Burada deməli biologiya, coğrafiya, fizika, kimya, daha doğrusu fizika, kimyada bunların da əlaqəsi var. Ona görə biz bunu fənlərarası götürürük. Bir fən olanda fən daxili, bir neçə fən olanda fənlərarası olur. Cavabım oldu C bəndi. 13-cü suala baxırıq. 8-ci sinifdə biologiya müəllimi yeni tədris vaidinə başlamazdan əvvəl şagirdlərin mövzu ilə bağlı hazırlıq səviyyəsini öyrənmək qərarına gəlir. Çünki yeni mövzu əvvəlki bölmələrdə öyrənilmiş anlayışlar üzərində qurulmuşdur. Müəllim dərsinin əvvəlində şagirdlərə qısa test təqdim edir. Əvvəlki mövzularla bağlı sual verir. Kiçik praktik tapşırıqlar yerinə yetirilir. Cavabları müşahidə edir və qeydlər aparır. Nəticələr göstərir ki, bəzi şagirdlər əsas anlayışları yaxşı mənimsəyib, bir qrup şagird müəyyən boşluqlara malikdir, bir neçə şagird isə yeni mövzunu öyrənmək üçün lazım olan baza biliklərinə sahib deyil. Müəllim əldə etdiyi nəticələrə əsasən əvvəlcədən hazırladığı dərs planında dəyişiklik edir, əlavə izahlar və möhkəmləndirmə fəaliyyəti təşkil edir. Bu qiymətləndirmənin əsas məqsədi nədir? Burada cavab təlimi planlaşdırmaqdır, A bəndi. Çünki situasiyada müəllim şagirdlərin hazırki bilik səviyyəsini müəyyən edir. Gücü və zəif tərəflərini aşkar edir. Tədris prosesi bu nəticələrə uyğun, tədris prosesini bu nəticələrə uyğun qurur. Bu diaqnostik qiymətləndirmənin əsas funksiyasıdır. Yəni, diaqnostik qiymətləndirmənin məqsədi şagirdlərin mövcud vəziyyətini müəyyən eləmək, təlimə ehtiyacını aşkar eləmək və müəllimə tədris prosesini planlaşdırmaqda kömək etməkdir. Müəllim nəticələrə əsasən planını dəyişdiyi üçün burada əsas məqsəd təlimi planlaşdırmaqdır. Ona görə cavabımız A bəndi olur. Yekun nəticə çıxartma niyə olmaz? Çünki bu summativ qiymətləndirmə məqsədidir. Situasiyada isə təlim hələ başlamamışdır. Şagirdləri sıralamaq niyə olmaz? Çünki qiymətləndirmə məqsədi şagirdləri bir-biri ilə müqayisə etmək deyil. Attestat vermək niyə? Çünki attestat və ya sertifikatlaşdırma ilə bağlı heç bir məqsəd yoxdur. Reyting hazırlamaq niyə olmaz? Çünki müəllim reyting tərtib edir, təlim prosesini tənzimləyir. Yadda saxlayın ki, hazırki bilik səviyyəsi mövzuya başlamazdan əvvəl ilkin biliyi müəyyən etmək, boşluqları aşkar etmək, tədris prosesində bunu uyğun qurmaq, bunlar hamısı diaqnostik qiymətləndirmədədir və bunun diaqnostik qiymətləndirmədə əsas məqsədi təlimi planlaşdırmaqdır. Cavabımız A bəndi. 14-cü suala baxırıq. 7-ci sinifdə müəllim son vaxtlar bir şagirdin davranışında narahat edici məqamlar müşahidə edir. Şagird sinif yoldaşlarının xarici görünüşü haqqında istehzalı ifadələr işlədir. Bəzi şagirdlərə rəqəblər qoşur, onların geyimi, saç düzümü və fiziki xüsusiyyətləri ilə bağlı zarafat edir. Bu davranışda təkcə bir dəfə deyil, müxtəlif dərslərdə və tənəffüslərdə təkrarlanır. Hədəf seçilən şagirdlərdən bəziləri narahat olduqlarını bildirsələr də, həmin şagird davranışı davam etdirir. Son zamanlar bir neçə şagird onun yanında fikir bildirməkdən çəkinməyə başlayıb. Sinifdə bəzi şagirdlər gülür, bəziləri isə özlərini narahat hiss edirlər. Müəllim vəziyyəti qiymətləndirərkən bu davranışın hansı anlayışla daha çox əlaqəli olduğunu müəyyən etməyə çalışır. Bu davranış daha çox hansı anlayışla əlaqədardır?
Əlbəttə ki, bullying. Çünki bullying deyəndə bir şəxsə qarşı təkrar olunan, qəsdən edilən psixoloji, sosial və ya fiziki zərər verən davranışlar nəzərdə tutulur. Bu situasiyada şagird başqalarının xarici görünüşü ilə bağlı istehza edir, ləqəb qoyur. Davranış davamlı xarakter daşıyır. Digər şagirdlər özlərini narahat hiss edir. Yəni bu xüsusiyyətlər psixoloji bullyingin əlamətləridir. Sosiallaşma niyə olmaz? Çünki sosiallaşma fərdin cəmiyyətə uyğunlaşması və sosial bacarıqlar qazanması prosesidir. Burada isə uyğun sosial davranış deyil, təhqiredici münasibət müşahidə olunur. Liderlik niyə olmaz? Çünki liderlik başqalarına müsbət təsir göstərmə və qrupu istiqamətləndirməkdir. İstehza və alçaltma liderlik göstəricisi deyil. Rəqabət niyə olmaz? Çünki rəqabət müəyyən məqsədə çatmaq uğrunda yarışdır. Situasiyada məqsəd uğur qazanmaq deyil, başqasını alçaltmaqdır. Motivasiya niyə olmaz? Çünki motivasiya insanı fəaliyyətə sövq edən daxili və ya xarici amillərlə bağlıdır. Burada əsas məsələ motivasiya deyil, zərərverici davranışdır. Yadda saxlayın, ləqəb qoymaq, istehza etmək, lağa qoymaq, xarici görünüşə görə alçaltmaq, davamlı təhqir, sosial təcrid, bunlar hamısı bullyingin açar sözlərdir. Bir dəfə zarafat bullying olmaya bilər, amma davamlı istehza və davamlı alçaltma bu bullyingdir. Ona görə cavabım B bəndidir. 15-ci suala baxırıq. Müəllim dərsdə şagirdlərə real həyatla bağlı mürəkkəb bir problem təqdim edir. Situasiya belədir. Məktəbdə kağız tullantılarının miqdarı sürətlə artır. Məktəb rəhbərliyi bu problemin həlli üçün şagirdlərdən təkliflər gözləyir. Sizdən müxtəlif həll yollarını hazırlamanız və ən effektiv variantı seçərək əsaslandırmanız tələb olunur. Şagirdlər tapşırıq üzərində işləyərkən problemin səbəblərini araşdırırlar. Mövcud vəziyyəti həll edirlər. Bir neçə fərqli həll yolu hazırlayırlar. Hər həll yolunun üstün və zəif tərəflərini müəyyən edirlər. Maliyyət, effektivlik və tətbiq imkanları kimi meyarları nəzərə alırlar. Variantları müqayisə edirlər. Daha sonra ən səmərəli həll yolunu seçirlər. Seçimlərini arqumentlərə əsaslandırırlar. Yəni bu tapşırıqda həm təhlil, həm qiymətləndirmə mövcuddur. Ən yüksək mərhələ hansı hesab olunur? Baxaq. Burada ümumiyyətlə bu sualda əsas məqsəd nədir? Ən yüksəyi istəyir. Təhlil var. Problemin səbəbi araşdırılır. Variantla müqayisə olunur. Üstün zəif tərəflər müqayisə olunur. Təhlil var, amma tapşırıq bununla bitmir. Qiymətləndirilir də. Şagirdlər müəyyən meyarlardan istifadə edirlər. Alternativlər arasında seçim edirlər. Ən uyğun variantı müəyyən edirlər. Qərarlara əsaslandırırlar. Ona görə burada cavabımız nə olmuş olur? Qiymətləndirmə. Çünki şagird yalnız biliyi tətbiq eləmir ki, tətbiq götürək. Sadəcə izah etmir, anlama götürək. Yalnız məlumatı yada salmır ki, xatırlama götürək. Ən yaxşı variantı seçir, ən uyğun həll yolunu, seçimini əsaslandırır, meyarlar əsasında qərar verir. Hansı mövqe daha düzgündür? Bunları vurğulayırsa, ona görə burada cavabımız qiymətləndirmə D bəndi olur. 16-cı suala baxırıq. Gənc müəllim sertifikasiya imtahanına hazırlaşarkən kurikulum və qiymətləndirmə mövzularını təkrar edir. O dərs planı hazırlayarkən məqsədləri düzgün qurmaqda çətinlik çəkir. Müəllim aşağıdakı fəaliyyətləri nəzərdən keçirir. Faktları yada salmaq, məlumat izah etmək, biliyi hansı situasiyada tətbiq etmək, müqayisə və təhlil aparmaq, variantları qiymətləndirmək, yeni layihə və model hazırlamaq. O görür ki, bu fəaliyyətlər sadədən mürəkkəbə doğru müəyyən ardıcıllıq təşkil edir. Və müəllimlər dərs məqsədlərini hazırlayarkən bu sistemdən istifadə edirlər. Bu sistem nəyi ifadə edir? Ümumiyyətlə, baxaq variantlara, qiymətləndirmə növlərinin bölgüsü, təlim resurslarının təsnifatı, təlim məqsədlərinin idrak səviyyələri üzrə təsnifatı, planlaşdırma növləri, kurikulum prinsipləri. Burada cavabımız təlim məqsədlərinin idrak səviyyələri üzrə təsnifatdır. Yəni, taksonomiya təlim məqsədlərinin idrak fəaliyyətlərinin sadədən mürəkkəbə doğru sistemləşdirilməsidir. Bu sistem şagirdin düşünmə səviyyələrini müəyyən edir. Xatırlamaq məlumatı yada salır. Anlamaq, izah etməyə, şərh verməyə kömək edir. Tətbiq etmək, biliyi yeni situasiyada istifadəsinə kömək edir. Təhlil etmək, müqayisə etmək, hissələrə ayırmağa kömək edir. Qiymətləndirmək, seçim etməyə, əsaslandırmaq, meyar tətbiq etməyə kömək edir. Yaratmaq isə yeni ideya, model və layihə hazırlamağa kömək edir. Deməli, taksonomiya müəllimə təlim məqsədlərini idrak səviyyələrinə uyğun qurmağa kömək edir. Cavabımız ona görə burada olur C bəndi. A niyə olmaz? Çünki qiymətləndirmə növlərinin bölgüsü bu diaqnostik, formativ, summativ qiymətləndirmə ilə bağlıdır. Taksonomiya ilə bağlı deyil. Təlim resurslarının təsnifatı olmaz, çünki taksonomiya dərslik, video, iş vərəqə kimi resursları təsnif etmir.
Planlaşdırma növləri niyə olmaz? Çünki illik, cari, gündəlik planlaşdırma taksonomiya mövzusu deyil. Kurikulumun prinsipləri niyə olmaz? Çünki taksonomiya kurikulumun bir elementi kimi istifadə olunsa da kurikulum prinsiplərini ifadə etmir. Ümumiyyətlə, xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, qiymətləndirmək, yaratmaq bunlar taksonomiyanın mərhələləridir. Təlim məqsədlərinin idrak səviyyələri üzrə təsnifatı üzrə çıxardandır. Ona görə cavabım C bəndi olmuş olur. 17-ci suala baxırıq. 8-ci sinifdə oxuyan bir şagirdin valideyni məktəbə müraciət edərək bildirir ki, övladı son aylarda sinif yoldaşları tərəfindən davamlı olaraq lağa qoyulur. Valideyn qeyd edir ki, şagirdə müxtəlif ləqəblər qoşulur. Sosial şəbəkələrdə onun haqqında istehzalı paylaşımlar edilir. Qrup işlərində iştirakına maneələr yaradılır. Son vaxtlar məktəbə getmək istəmədiyini bildirir. Özünə inamı azalıb və dərs nailiyyətlərinə geriləmə müşahidə olunur. Məktəb rəhbərliyi məsələ ilə bağlı müəllimdən məlumat istəyir. Müəllim hadisəni araşdırmadan və əlavə tədbirlər görmədən sinifdə ümumi şəkildə belə deyir. Bir daha belə davranışlar görməyim. Hamınız diqqətli olun. Bundan sonra heç bir əlavə tədbir görmür. Məktəb psixoloqu ilə əlaqə saxlamır. Valideynlərlə görüş təşkil etmir. Bullyingə məruz qalan şagirdə fərdi dəstək göstərmir. Hadisənin səbəbini araşdırmır. Təkrar olunmaması üçün sistemli plan hazırlanmır. Bu vəziyyətdə müəllimin yanaşmasındakı ən böyük çatışmazlıq hansıdır? Psixoloji dəstək və sistemli müdaxilənin olmaması. Bəli, cavab elə budur. Çünki bullying adi intizam pozuntusu deyil. Bu, şagirdin psixoloji vəziyyətinə, öz inamına, təhsil nailiyyətlərinə, sosial münasibətlərinə ciddi təsir göstərən bir problemdir. Bu səbəbdən bullying hallarında təkcə şifahi xəbərdarlıq kifayət etmir. Müəllim və məktəb hadisəni araşdırmalıdır. Məktəb psixoloqu prosesi cəlb etməlidir. Valideynlərlə əməkdaşlıq etməlidir. Bullyingə məruz qalan şagirdə dəstək göstərməlidir. Təkrar halların qarşısını almaq üçün sistemli tədbir görməlidir. Situasiyada isə bunların heç bir həyata keçirilmir. Bəs nəyə görə digər variantlar yanlışdır? B-də nə deyir? Summativ qiymətləndirmənin aparılması. Bullying hadisəsinin summativ qiymətləndirmə ilə əlaqəsi yoxdur axı. C-də deyir, planlaşdırmanın dəyişməməsi. Təlim planının dəyişdirilməsi əsas problem deyil. Fənlərarası inteqrasiyanın olmaması. Bullying məsələsi inteqrasiya növlərindən bağlı deyil. Təhlilin aparılmaması. Bu variant müəyyən qədər doğru görünə bilər, amma çaşdırıcıdır. Çünki hadisənin araşdırılması vacibdir. Lakin daha geniş və əsas problem psixoloji dəstəyin olmaması, sistemli müdaxilə mexanizmin qurulmamasıdır və bu da Y variantı belə deyək. Y variantı biraz çaşdırıcı verir. Y variantı yalnız belə deyək, problemin bir hissəsini verir. Amma A bəndi tam şəkildə verir. Ümumiyyətlə araşdırmaq, tərəfləri dinləmək, məktəb psixoloqunu məlumatlandırmaq, rəhbərliklə əməkdaşlıq etmək, valideynlərlə işləmək, şagirdə fərdi dəstək göstərmək, bunlar hamısı bu psixoloji dəstək, sistemli müdaxilənin olmamasına zəmin yaradandır. Ona görə cavabım A bəndi olur. 18-ci sual. Tarix müəllimi şagirdlərdə tənqidi düşünmə və analitik təhlil bacarıqlarını inkişaf etdirmək məqsədi ilə maraqlı bir fəaliyyət təşkil edir. Müəllim eyni tarixi hadisə haqqında yazılmış 2 fərqli məqaləni şagirdlərə təqdim edir. Məqalələrin birində hadisənin müsbət nəticələri vurğulanır. Müəllif hadisəni tarixi uğur kimi qiymətləndirir. İqtisadi və siyasi nailiyyətlər ön plana çəkilir. Digər məqalədə isə hadisənin mənfi tərəfləri qeyd olunur. Müəllif fərqli arqumentlər irəli sürür. Sosial problemlər və çətinliklər qabardılır. Müəllim şagirdlərdən tələb edir ki, hər iki məqaləni diqqətlə oxusunlar. Müəlliflərin baxış bucaqlarını müəyyən etsinlər. Oxşar və fərqli cəhətləri aşkar etsinlər. Arqumentləri müqayisə etsinlər. Məqalələr arasında fərqlərin səbəblərini izah etsinlər. Bu fəaliyyət əsasən hansı mərhələyə aiddir? Cavab təhlil etmək. Çünki bu tapşırıqda şagirdlərdən əsas tələb müqayisə aparmaq, oxşar fərqli cəhətləri müəyyən etmək, məlumatları hissələrə ayırmaq, müəllim mövqelərini araşdırmaqdır. Bu da taksonomiyanın təhlil etmə mərhələsindədir. Təhlil mərhələsində şagird müqayisə edir, fərqləndirir, əlaqələri müəyyən edir, səbəb-nəticə münasibətlərini araşdırır. Bəs niyə xatırlamaq olmaz? Çünki xatırlamaq sadəcə məlumatı yada salmaqdan ibarətdir. Ona görə olmaz. Anlamaq niyə olmaz? Çünki məqalələri başa düşmək tələb olunur. Lakin tapşırıq bununla məhdudlaşmır.
Tətbiq etmək də olmaz, çünki şagird öyrəndiyi biliyi yeni situasiyada tətbiq etmir. Yaratmaq niyə olmaz? Çünki şagird yeni məqalə, layihə və ya yeni model hazırlamır. Ümumiyyətlə müqayisə etmək, oxşar fərqli cəhətləri müəyyən etmək, fərqləndirmək, təhlil etmək, səbəbi müəyyən etmək, bunlar təhlil etmə mərhələsindədir. Cavabımız bu səbəbdən D bəndi olur. 19-cu sual. Tədris ilinin sonunda məktəb rəhbərliyi müəllimlərdən siniflərin ümumi nailiyyət səviyyəsi haqqında hesabat hazırlamağı tələb edir. Bir müəllim il ərzində əldə olunan nəticələri təhlil etmək üçün kiçik summativ qiymətləndirmənin nəticələrini nəzərdən keçirir, böyük summativ qiymətləndirmənin göstəricilərini müəyyən edir, şagirdlərin təlim nəticələrinə çatma səviyyəsi müəyyən edir, mövzular üzrə mənimsəmə faizlərini hesablayır, tədris prosesinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirir, növbəti il üçün hansı istiqamətlərdə dəyişiklik edilməsinin lazım olduğunu müəyyənləşdirməyə çalışır. Müəllimin məqsədi ayrı-ayrı şagirdlərə rəy vermək deyil, ümumilikdə təlimin təşkili işinin nəticələrini və səviyyəsini müəyyən etməkdir. Bu funksiya daha çox hansı qiymətləndirməyə aiddir? Əlbəttə ki, summativ. Niyə? Çünki təlimin təşkili işinin səviyyəsini müəyyən etmək sırf summativdədir. Çünki təlim prosesinin sonunda aparılır, şagirdlərin nailiyyətlərini ümumiləşdirir, təlim nəticələrinin hansı səviyyədə formalaşdığını müəyyən edir, tədrisin səmərəliliyini qiymətləndirməyə imkan verir. Yəni summativ qiymətləndirmə yalnız şagirdin nəticəsini deyil, dolayısıyla təlim prosesinin nə dərəcədə uğurlu təşkil olunduğunu göstərir. Diaqnostik niyə olmaz? Çünki diaqnostik təlimdən əvvəl aparılır, hazırki vəziyyəti müəyyən edir, təlimi planlaşdırmağa xidmət edir, təlimin təşkil işinin səviyyəsini müəyyən etmək üçün əsas funksiya onda yer almır, summativdə yer alır. Formativ niyə olmaz? Çünki formativ demişik, təlim prosesi zamanı həyata keçirir, inkişafı izləyir, rəy verir. Onun məqsədi yekun nəticəni müəyyən etmək deyil. Özünü qiymətləndirmə niyə olmaz? Çünki şagirdin öz fəaliyyətini qiymətləndirməsinə bağlıdır özünü qiymətləndirmə. Qarşılıqlı qiymətləndirmədə isə şagirdlərin bir-birinin fəaliyyətinin qiymətləndirməsi yer alır. Ona görə təlim yadda saxlayın ki, təlim nəticələri, yekun nailiyyətlər, tədrisin səmərəliliyi, təlimin təşkil işinin səviyyəsi, mövzu və ya bölmə sonunda qiymətləndirmə varsa, cavab summativdir. Yaddan çıxartmayın. Cavab B bəndi olmuş olur. Keçək 20-ci suala. Müəllim dərsdə şagirdlərə real həyatda mövcud olan bir sosial problemi təqdim edir. Situasiya belədir. Son illərdə şəhərdə, məktəbdən yayma halları artıb. Bir çox şagird müxtəlif səbəblərdən dərslərə maraq göstərmir və davamiyyət problemi yaşayır. Yerli təhsil idarəsi bu problemin həlli üçün yeni təkliflər gözləyir. Müəllim şagirdlərdən tələb edir ki, problemi hər tərəfli araşdırsınlar. Məktəbdən yayma səbəblərini müəyyən etsinlər. Sosial-iqtisadi psixoloji amilləri təhlil etsinlər. Mövcud həll yollarının üstün və zəif tərəflərini nəzərdən keçirsinlər. Problemin aradan qaldırılması üçün tamamilə yeni həll modeli hazırlasınlar. Hazırladıkları modeli sinif qarşısında təqdim edib müdafiə etsinlər. Bu tapşırıqda ən yüksək idraki mərhələ hansıdır? Əlbəttə ki, yaratmaq. Çünki bu tapşırıqda bir neçə idraki mərhələ iştirak edir. Anlamaq var. Şagirdlər problemi başa düşür, izah edir. Təhlil var. Problemin səbəblərini müəyyənləşdirir, amillər arasında əlaqəni araşdırır. Qiymətləndirmə var. Mövcud həll yollarını nəzərdən keçirə və müqayisə edə bilər. Lakin tapşırıq bununla bitmir. Şagirdlərdən yeni həll modeli yaratmaq, orijinal ideya hazırlamaq, yeni məhsul ortaya qoymaq tələb olunur. Bunun taksonomiyasında bu fəaliyyətlər yaratmaq mərhələsində olur. Niyə A bəndi deyil? Çünki problemin səbəblərini araşdırmaq və təhlil etmək tapşırığın bir hissəsidir. Lakin son məqsəd sadəcə təhlil deyil. Niyə B bəndi deyil? Çünki həll yollarını müqayisə etmək və əsaslandırmaq qiymətləndirmədir. Ancaq burada şagirdlər özləri yeni model hazırlayırlar. Bəs niyə C deyil? Çünki şagird mövcud biliyi tətbiq etsə də bununla kifayətlənmir. Niyə D deyil? Çünki problem yalnız izah olunmur. Onun əsasında yeni məhsul yaradılır və yeni model yaratmaq, layihə hazırlamaq, həll yolu təklif etmək, strategiya qurmaq, dizayn etmək, orijinal məhsul hazırlamaq varsa cavab yaratmaq olur. Yadda saxlayın ki, araşdırma varsa təhlildir. Müqayisə etmək varsa, yəni mürəkkəb bir şeylər, müqayisə varsa qiymətləndirmədir. Amma yeni model yaratmaq varsa, bu yaratmaq mərhələsi olmuş olur. Bu qədər, uğurlar.